Bunlar konsentrik çevrələrdir. Mərkəzi bucaqları eynidir. Alfa, yəni M qövsündə mərkəzi bucağı alfadır, N qövsündə. A onu 2 verib. Deməli, bura 2x-dir. AB-ni 3x verib. 3x qəbul edək. Və onda BO olacaq 5x. İndi qövslərin uzunluqları cəmi 42-dir. Deməli, qövslərin nisbəti, uzunluqların nisbəti radiuslar uzunluqların nisbətinə bərabər olacaq. LM qövsü bölünsün LN qövsü. Deməli, radius L, radius M, radius N bərabərdir. M'in radiusu nədir? 2x. 2x'in N'in radiusu nədir? Ümumi 5x-ə nisbəti. LM üstəgəl NM bərabərdir 42. Deməli, 2x üstəgəl 5x bərabərdir 42. X də bərabərdir 6-ya. Bizdən L-N qövsünün uzunluğu. Deməli, onda L-N bərabərdir 5 vurulsun 6 bərabərdir 30 cm. BND qövsünün uzunluğu oldu 30 cm.